belə. Düzdürmü? Olacaq belə. Bir dənə də belə. Sonra bunu çəkirik. Bunların hər ikisinin ortağı nədir bəs? Daha çox bunu çəkilə bildin, hə? Deməli, burada bir xəttiniz var. Burada belə bir üzünüz var. Yuxarısında nə var bunun? Plus işarəsi var. İndi bu üzün hər ikisinin ortağı nədir? Deyə bu üç düzə olsun. Bunu eyni istiqamətə gətirmək üçün eləmək lazımdır. Bu sistemi 90 dərəcə saat əqrəbinin istiqamətində fırlatmaq lazımdır. O zaman yuxarısına nə düşəcək bunun? Düz xətt düşəcək. 90 dərəcə aşağıdan da bu vəziyyətdə düşür. Qarşı tərəfində nə olacaq? Plus olacaq. Hal-hazırda kubun 6 mümkün üzrə hissəsini görürük şüranə. 5-ini görürük. Düzdür? Bəli, görürəm də hocam irəliləyiş var. Məsələn, indi burada qarşılıqlı üzərində hansılardır yoldaşlar? Plusla bu xətt bir yerdə ola bilməz. Var mı elə bir variantınız? Yoxdur. Sonra düz xəttlə kvadrat bir yerdə ola bilməz. Düzdür? Var mı elə bir halınız? Yoxdur. Bir də yoldaşlar ixtiyari bir üz var ki, o da ilə qarşılıqlı ola bilməz. Bununla qarşılıqlı bir yerdə ola bilməz. İndi gəlin baxaq ki, variantlarda elə bir fərqli bir üz olsun. Məsələn, baxın 5-də fərqli bir üz nə var? 3 bucaq. Bu 3 bucaq bu üzlə bir yerdə ola bilər, fərqli bir üzdür demişdik. Ola bilərmi? Xeyr. Deməli 5 üçün cavabımız deyil. 5 olanları çıxırsınız. Sonra başqa fərqli olan üzlərdə nə görürsünüz yoldaşlar? Dairə görürəm, düzdür? Burada problem yaratmır. İndi gəlin baxaq görək nə var, nə yox deyə. Məsələn, üzləri hərəkətlətdirsək, zaten plus hər yerdə plusdur. Burada da plusdur, burada da plusdur. Bunu hərəkətlətdirsə necə olacaq yoldaşlar? Belə, belə. Bir daha hərəkətlətdirsə necə olacaq? Belə, belə. Düzdür? İndi baxırıq məsələn, burada görürəm ki, bu 1-də 1 ilə və bunun xəttləri üst-üstə düşür. Burada düşürmü? Düşmür. Deməli, 1 sizin cavabınız deyil. Ona görə bu da ki. Qaldı nə? 2, 3, 4 ilə 2, 4. Bax, hər ikisində 2 ilə 4 ortaqdır. Deməli, artıq 2 ilə 4-ü yoxlamaq nədir? Məqsədə uyğun deyil, çünki zaten hər ikisində var. Nəyi yoxlayırıq sadəcə? 3-ü yoxlayırıq. 3-də isə hansı üzrlər görürsünüz? Kvadratdır, plusdur, bizdə olanlardan. Bu plusu saldıq aşağı, düzdür? Düzdürmü? Aha. İndi nə qaldı bir dənə? Kres. Kres də harada ola bilər sadəcə? Burada ola bilər. Başqa yerdə ola bilərmi? Ola bilməz. Görək uyğun gəlir, yoxsa gəlmir? Gəlir? Bəli, gəlir. Çünki bunu 180 dərəcə fırlasaz, onunla problem yaranmır. Deməli, cavabımız nə olacaq? 2, 3, 4 olacaq.